Salam, hər vaxtınız xeyir olsun. Bu günlərim təbiətdən 2025-ci ildə keçirilmiş monitorinq suallarının izahına baxırıq. 26-cı sual. Kişilərdə qırmızı qan hüceyrələrinin normal sayı 4,5, 5,6 milyard bölünsün litr. Qadınlarda isə 3,8, 5 milyard bölünsün litr aralığında olmuşdur. Hemoqlobinin normal səviyyəsi kişilərdə 13-17 qram bölünsün desilitr, qadınlarda isə 11-15 qram bölünsün desilitr aralığında olur. Şagirdlər analiz vermiş, onların nəticələri aşağıdakı kimi olmuşdur. Elvin, kişi cinsi, qırmızı qan hüceyrələrinin sayı 4,2-dir. Kişilərə fikir verdikdə baxırıq ki, onların normal aralığı minimum 4,5-dir. Demək ki, Elvin normadan aşağı vəziyyətdədir, qırmızı qan hüceyrələri. Hemoqlobin səviyyəsi isə 12 qram bölünsün desilitrdir. Kişilərdə isə normada minimum miqdar 13 qram bölünsün desilitr olmalıdır. Demək ki, Elvinin hemoqlobin səviyyəsi də aşağı səviyyədədir. Günel qadın cinsidir. Onun qırmızı qan hüceyrələrinin sayı 4-ə bərabərdir. Qadınlarda baxırıq ki, minimum miqdar 3,8-dir. Demək ki, Güneldə qırmızı qan hüceyrəsi normaldır. Hemoqlobin səviyyəsi isə 11,5-dir. Hemoqlobin səviyyəsi isə minimum 11 olmalıdır. Bu zaman baxırıq ki, demək ki, hemoqlobin səviyyəsi də normadadır. Murad kişi cinsidir. Qırmızı qan hüceyrələrinin sayı 5-dir. Və biz də baxırıq ki, 4,5 ilə 5,6 arasında olmalıdır. Demək ki, Muradda qırmızı qan hüceyrələrinin sayı normaldır. Hemoqlobin səviyyəsi isə 14-ə bərabərdir. Hemoqlobin səviyyəsinə diqqət yetirdikdə görürük ki, kişilərdə 13-17 arasında olmalıdır. Demək ki, bu da normaldır. Nərmin qadın cinsinə aiddir. Qırmızı qan hüceyrələrinin sayı 3,6-ya bərabərdir. Qadınlarda 3,8, 5 aralığı olmalıdır. 3,6, 3,8-dən kiçik olduğuna görə deməli ki, normadan aşağıdır qırmızı qan hüceyrələrinin sayı. Hemoqlobin səviyyəsinə baxdıqda görürük ki, Nərmində 10 qram bölünsün desilitrdir. Amma normalda nə qədər olmalıydı? 11-15 aralığında olmalıydı. Və 10-a bərabər olduğuna görə demək ki, normadan aşağıdır. Nəticələr Günel və Muradda normal şəkildədir. Elvin və Nərmində isə normadan aşağı vəziyyətdədir. Günelin qırmızı qan hüceyrələrinin sayı, hemoqlobin səviyyəsi normadan çoxdur. Biz dedik ki, normaldır. Ona görə bu cavab yanlışdır. Elvinin qırmızı qan hüceyrələrinin sayı normal, hemoqlobin səviyyəsi normadan aşağıdır. Elvində hər ikisində normadan aşağı olduğuna görə B variantı da yanlışdır. Nərminin qırmızı qan hüceyrələrinin sayı normadan aşağı, hemoqlobin səviyyəsi normadan çoxdur. Nərminə diqqət yetirdikdə görürük ki, hər ikisi də normadan aşağıdır. Muradın qırmızı qan hüceyrələrinin sayı normadadır. Baxırıq ki, doğrudan da Muradda hər ikisi də normal vəziyyətdədir. Ona görə də cavabımız D variantına bərabərdir. 27. İnsan orqanizmində qan dövranı ürəyin yığılması və boşalması ilə tənzimlənir. Ürəyin hər dəfə yığılması zamanı qan damarlara ötürülür. Bu, damar divarında ritmik titrəyişlər yaradır. Bu titrəyişlər bədəndə müəyyən nahiyələrdə, məsələn, biləkdə və boyunda hiss edilə bilər. Aşağıdakı ifadələrdən hansı nəbzin yaranma mexanizmini daha düzgün izah edir? Nəbz insanın emosional və fiziki vəziyyətdən asılı olmayaraq həmişə yeni qalır. Xeyr, uşaqlar, siz bilirsiniz ki, imtahan ərəfəsində, hər hansı BSG, KSG ərəfəsində siz emosional olduqda, həyəcanlandıqda sizin nəbz vurullarınız artır. Ona görə bu fikir yanlışdır. Nəbz ürəyin fəaliyyəti nəticəsində arteriyalarda yaranan ritmik hərəkətdir. Bu fikir doğrudur. Nəbz yalnız arterial təzyiqin yüksəldiyi hallarda hiss olunur. Fikri yanlışdır. Çünki biz onu normal vəziyyətdə də əlimizi arteriyaların yaxın olduğu dərin hissələrinə, dəri hissələrinə yaxınlaşdırdıqda hiss edə bilirik. Nəbz yalnız həkim tərəfindən stetoskopla müəyyən edilə bilər. Biraz öncə dedim ki, arteriya hansı hissədəki dəriyə yaxındır, həmin nahiyələrdə biz nəbzi hiss edə bilirik. Məsəl üçün, şəkildə göstərildiyi kimi. 28. Uyğunluğu müəyyən edin. Bakteriya və göbələkləri məhv edir, bakteriya və göbələklərin inkişaf etdirir. Yüksək temperatur, qaynama şəraiti sterilizasiya edərək onun məhvinə səbəb olur. Nəmli və yüksək rütubətli mühit bakteriyaların ən çox sevdiyi mühitdir ki, orada yüksək sürətlə bölünür. Xlor, spirt, hidrogen peroksid kimi maddələr bakteriyaları dezinfeksiya edən maddələrdir ki, onu məhv edir.
Radiasiya ultrabənövşəyi şüalanmalar, xüsusən ultrabənövşəyi şüalardan cərrahiyyə otaqlarında istifadə edərək cərrahiyyə əməliyyatı zamanı istifadə edən alətlərin bakteriyalardan təmizlənməsində istifadə edirlər. Deməli, məhv edilməsində istifadə edilir. Şəkər, protein və digər qidalı məhsullar bakteriyaların qidasını təşkil edərək onların inkişafını təmin edir. Qaranlıq, işıqsız mühiti bakteriyalar çox sevir və yüksək sürətlə inkişaf edirlər. 1, 3, 4, 2, 5, 6 cavabımız olacaq A variantı. Termometr laboratoriya stəkanındakı suyun temperaturunun 50 dərəcə Selsi olduğunu göstərir. Stəkana plastik və metal qaşıq daxil edilir. 3-4 dəqiqədən sonra termometr temperaturun azalaraq 45 dərəcə Selsi olduğunu göstərir. Buna görə hansı mülahizə düzgündür? Sudakı metal qaşığın temperaturu daha yüksəkdir fikri yanlışdır. Termometr su arasında istilik mübadiləsi olmur fikri yanlışdır. Sudakı plastik və metal qaşığın da temperaturu 45 dərəcə Selsidir. Bəli, artıq isti sudan temperatur həm plastik qaşığa, həm də metal qaşığa keçərək hər birində temperatur suyun temperaturundan tarazlığa gəlmişdir. Termometrin göstəricisi azalsa da suyun temperaturu dəyişmir. Əksinə, şagirdin də qeyd etdiyi kimi dəyişir. Cavabımız olacaq C variantı. Verilmiş şəkillərə əsasən aşınma növlərini müəyyən edin. Yadınızda saxlayın ki, 3 cür aşınma vardır. Kimyəvi aşınma, sonra fiziki aşınma və bioloji aşınma. Bioloji aşınmanın növbəti adı üzvi aşınma da deyilir. Kimyəvi aşınma zamanı belə deyək, suxurlara oksigen, karbon qazı və suyun daxil olması nəticəsində kimyəvi aşınma baş verir. Fiziki aşınmanın baş verməsində temperatur təsir etmiş olur. Bioloji və yaxud da ki, üzvi aşınma zamanı isə bitki kökləri torpağa xüsusi turşu ifraz eləyir, suxurlara təmas edərək onun dağılmasını təmin etmiş olur. Nəticədə suxurların parçalanmasını, aşınmasını yaradır. Demək ki, birinci nə oldu? Kimyəvi, ikinci fiziki, üçüncü isə üzvi, yəni cavabımız B variantı olacaq. Bakteriya və göbələklərin faydalı və zərərli təsirlərini düzgün uyğunlaşdırın. Baxırıq, faydalı təbii ki, faydalı çörək istehsalı A variantı doğru yazıb şagirdimiz. Sonra ayaq göbələyi zərərlidir. Alkoqol istehsalı xeyirlidir. Üzvü tullantıların çürüdülməsi xeyirlidir. Meyvə tərəvəzin çürüməsi isə bu zərərlidir. Cavabımız olacaq faydalı A, C, D, zərərli olacaq B, Y. Yəni cavabımız A variantıdır. Nigar laboratoriyada rəngli şəkillərlə xromatoqrafiya araşdırması aparır. O kağızın ucunu suya batıraraq rənglərin ayrıldığını aşkar edir. Nigar aldığı nəticəyə əsasən aşağıdakı ifadələrdən hansı doğrudur? Xromatoqrafiyada yalnız su həll edici kimi istifadə olunur. Başqa maddələrdə həll edici kimi istifadə oluna bilər. Bu fikir yanlışdır. Süzgəc kağızının tipi nəticəyə təsir etmir. Təbii ki, təsir edir. İstifadə olunan fərqli mürəkkəblər eyni rənglərə parçalanmışdır. Şəkildən də gördüyünüz kimi fərqli rənglərə parçalanmışdır. Xromatoqrafiyada qarışıqların tərkibində müxtəlif maddələrin yayılmasına nəzarət etmək mümkündür. Daha yaxşı həll olan maddələr daha yüksəkdə alınır. Daha zəif suda həll olan maddələr isə daha aşağıda rənglənmiş olur. Cavabımız olacaq D variantı. Mayelərin xassəsi haqqında düzgün mülahizə hansıdır? Maye həcmini saxlaya bilmir, lakin formasını saxlaya bilir. Biz bilirik ki, yalnız qazlar həcmini saxlaya bilmir. Maye formasını saxlaya bilmir. Biz onu hansısa formalı bir qaba töksək, həmin qabın formasını alır mayelər, amma həcmini həmişə sabit olaraq saxlamış olur. Maye istənilən qədər sıxılır fikri yanlışdır. Sərbəst axa bilir fikri doğrudur. Demək ki, B variantı da yanlışdır. Maye formasını saxlaya bilmir və sıxılmır. Nəhayət ki, bu fikir doğrudur. Maye həcmini və formasını saxlaya bilir. Formasını saxlaya bilmir, amma həcmini saxlaya bilir. Demək ki, burada yanlışlıq var. Uyğunluğu müəyyən edin. Sürtünmə qüvvəsinin kiçik olması nəzərdə tutulmuşdur. Sürtünmə qüvvəsinin böyük olması nəzərdə tutulmuşdur. Traktor tırtılı. Traktor tırtılı o təkər hissəsində olan xırxırlı dəmir hissəyə deyilir ki, onun torpaqda batmasının, torpaqda sürüşməsinin qarşısını almaq üçün sürtünmə qüvvəsini artırır.
Traktor tırtılı sürtünmə qüvvəsinin böyük olmasını nəzərdə tutulmuşdur. Demək, 1-ə, daha doğrusu 2-yə A gedəcək. Skuter əyləci. Skuter əyləci skuterin sürətini azalmaq üçün yəni qurlaşdırılmışdır və onun sürətini tənzimləyir. Daim sürtünmə qüvvəsi yaradaraq sürətinin zəifləməsinə səbəb olur. Və 2-yə gedəcək. B variantı. Xizək. Xizək qarlı ərazidə daha yaxşı sürtünmə qüvvəsinin yaranması üçün, sürtünmə qüvvəsinin azalması və daha yaxşı sürüşmə qüvvəsinin yaranması üçün xizəkdə sürtünmə qüvvəsinin kiçik olması nəzərdə tutulmuşdur. C variantı. Bildiyiniz kimi xizəklə qarın üstündə rahat şəkildə sürüşmək üçün. Hokkey şaybası. Hokkey şaybası belədir ki, disk formasında olan bir əşyadır. Buzun üstündə daha rahat şəkildə sürüşməsi üçün sürtünmə qüvvəsi kiçik olması nəzərdə tutulubdur. Deməli, 1-də olacaq CD, 2-də olacaq AB və cavabımıza uyğun gəlir 1CD, 2AB A variantı. İtaliyanın Roma şəhərinin iqlim diaqramına əsasən ən az yağıntı və ən aşağı temperatur hansı aylarda müşahidə olunur? Gördüyümüz kimi, baxırıq ki, temperatur sarı xətlə göstərilibdir, yağıntı göy xətlə göstərilibdir. Ən aşağı temperatur, ən aşağı minimum temperatur yanvar ayındadır. Ən az yağıntı isə avqust ayındadır. Ən az yağıntı yanvar, ən aşağı temperatur isə baxaq, ən az yağıntı avqust, ən aşağı temperatur yanvar, yəni cavabımız D variantıdır. Aşağıdakı şəkildə hansı proses əks olunmuşdur? Təbii ki, fotosintez prosesi əks olunmuşdur. Torpaqdan kök vasitəsilə su və mineral maddələr, havadan karbon qazı və günəş işığı qəbul edilir və nəticədə üzvü maddə və əlavə məhsul kimi oksigen xaric edilir. Bu proses fotosintez prosesidir. Pəri balıqçılıqla məşğul olan babasına sahildən baxdıqda balıqların suyun üst hissəsinə daha yaxın göründüyünü deyir. Babası Pərinin bu fikrini qəbul etmir. O fikrinin doğruluğunu necə sübut edir? Təbii ki, biz bilirik ki, işığın sınmasına görə stəkanın içərisindəki suya qələmi daxil edəriksə, biz onu olduğu yerdə görmürük. Nəyə görə? İşığın sınmasına görə. Həmçinin də balığı olduğu yerdə görmürük. Biraz daha üstdə görmüş oluruq ki, bu işığın sınması qanununa əsaslanır. Çay tısbağası daş üzərində ayaqları suda olmaqla özünü günəşə verir və günəş enerjisi qəbul edir. Bu zaman onun bədəni ilə su, daş və günəş arasında enerji ötürülməsi baş verir. Tısbağa günəşdən və daşdan istilik enerjisi alır. Ayaqları isə suda enerji itirərək sərinləyir. Enerjinin günəşdən tısbağaya ötürülməsi necə adlanır? Biz bilirik ki, istilik ötürülməsi 3 cür olur. İstilik keçirmə, konveksiya və şüalanma. İstilik keçirmə odur ki, belə deyək, cisimlərin yanaşı durması zamanı istiliyin zərrəciklər vasitəsilə birindən digərinə ötürülməsi və istiliyin tarazlıq vəziyyətinə gəlməsidir. İstilik keçirmə budur. Konveksiya isə mayelərdə və qazlarda axım vasitəsilə istiliyin ötürülməsidir. Və şüalanma isə biz bilirik ki, günəşlə yer arasında hissəciklər yoxdur. Hissəciklər olmadığı halda günəşdən gələn infraqırmızı şüalar yer kürəsini isidə bilir. Yəni bu proses şüalanmadır. Bizdən enerjinin günəşdən tısbağaya ötürülməsi soruşulduğuna görə təbii ki, şüalanmanı götürərik. Cədvəldə bəzi planetlərinin J sabiti verilmişdir. Buna əsaslanaraq düzgün variantı seçin. Yerdə 10 Newton bölünsün kiloqram, Neptunda 11 Newton bölünsün kiloqram, Marsda isə 4 Newton bölünsün kiloqram verilibdir. F bərabərdir MJ düsturundan. Təbii ki, hansının J-si böyükdürsə, ağırlıq qüvvəsi J sabiti ilə düz mütənasib olduğuna görə Neptunda əgər J sabitinin qiyməti böyükdürsə, deməli ən böyük ağırlıq qüvvəsi Neptundadır. Bu birinci yerdədir. İkinci yerdə duran planet yer olacaq elə. İkinci yerdə olacaq F yer. Üçüncü yerdə isə ən az G sabitinin qiyməti 4 olan Mars olacaq ki, bu da Marsı qeyd edirik. Üçüncü yerdə ağırlıq qüvvəsinə görə böyük olmuş olacaq. Marsda cismə təsir edən ağırlıq qüvvəsi yerdəkindən azdır.
Doğrudan da belədir. Marsda 3-cü yerdə dayanır. Bu fikir doğrudur. Neptunda, kosmonavtda təsir edən ağırlıq qüvvəsi yerdəkindən azdır. Əksinə, Neptunda 1-ci yerdə idi, ən çoxu idi. Eyni cismin Marsdakı kütləsi Neptundakı kütləsindən azdır. Biz bilirik ki, hansı planetə gedirsən get, orada kütlə dəyişmir. Yəni eynidir. Cavabımız yalnız bir D variantıdır. Havanın və torpağın çirklənməsinin bəzi səbəbləri aşağıdakı cədvəldə verilmişdir. Cədvəldəki məlumatlara əsasən aşağıdakılardan hansı nəticəyə gəlmək olar? Havanın çirklənməsinin səbəbləri sənaye qazları, işlənmiş qazlar, yanğınlar. Torpağın çirklənmə səbəbləri isə məişət tullantıları, kimyəvi gübrələr, sənaye tullantısıdır. Texnologiyanın inkişafının qarşısını almaqla ətraf mühitə ziyan vurulur. Yəni bu fikir düzgün gəlmir. Texnologiyanın inkişafının qarşısını almaq yox, başqa yəni problemin qarşısını almaq üçün başqa bir yollar lazımdır. Havanın çirklənməsinə səbəb olan amil torpağın çirklənməsinə səbəb ola bilməz. Səbəb ola bilməz fikri yanlışdır. Yəni burada bütün havanın çirklənmə səbəbləri də göstərilməyibdir. Elə hava çirklənməsinə səbəb olan amil olar ki, torpağın da çirklənməsinə səbəb olmuş olar. Məişət tullantıları ətraf mühitin çirklənməsinin qarşısını alır fikri yanlışdır. Çünki elə ətraf mühiti çirkləyən məişət tullantılarıdır. Ətraf mühitin çirklənməsi təbii və süni yollarla baş verir. Bu fikir doğrudur. Cavabımız burada D variantı olacaq. Təbii yol nə deməkdir? Məsəl üçün, yanğınlar təbiətdə baş verən ildırımdan, çox yüksək temperatur olar ki, bitkilər quruyar və təbiətdə yanğınlar baş verə bilər. Bu sayədə çirklənə bilər. Bir də süni yollarla, yəni insan sənaye qazlar, işlənmiş qazlar, məişət tullantıları, kimyəvi gübrələr, sənaye tullantısı sırf antropogen amillə, yəni antropos insan deməkdir. İnsanın fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi ola bilər. B variantına bir də aydınlıq gətirək. Havanın çirklənməsinə səbəb olan amil torpağın çirklənməsinə səbəb ola bilməz. Biz bunu yanlış götürdük. Niyə? Məsəl üçün, tutaq ki, yanğınlar baş verir. Sənaye zavodlardan müxtəlif cür qazlar xaric olur, müxtəlif cür birləşmələr, müxtəlif cür qazlar xaric olur. Bunlar atmosferin yuxarı qatlarına çıxdıqda orada buxarla birləşmələr əmələ gətirir və nəticədə turşulu yağışlar şəklində yenidən yerə qayıdır və torpağın çirklənməsinə səbəb olmuş olur. Yəni bir-biri ilə əlaqədardır əslində havanın çirklənməsi ilə torpağın çirklənməsi. 41. Fərid biologiya dərsində ürəyin quruluşu, funksiyası haqqında öyrənir. Müəllim izah edərkən qeyd edir ki, ürək qan dövranında mühüm rol oynayır və müəyyən xüsusiyyətlərə malikdir. Fərid dərsdən sonra aşağıdakı sualı cavablandırmağa çalışır. Ürək əsas funksiyası nədir? Oksigen istehsal etmək ki, bədənimizdə oksigen istehsal edilmir. Qanı orqanizm boyunca dövr etdirmək fikri doğrudur. Ürək əzələləri güclü sürətdə yığılaraq qanı təzyiqlə arteriya damarlarına qovaraq bədənə hərəkət etməsini təmin etmiş olur. Aşağıda qeyd olunan xüsusiyyətlər hansı bitki qrupuna aiddir? Kökləri yoxdur, sporlarla çoxalır, çiçəksizdir. Kökləri yoxdur deyirsə, qıcların kökü var, iynə yarpaqlıların var, kaktusun var, amma mamırın kökü yoxdur. Cavabımız D variantı olacaq. Hansı variantda 2 molekul 9 atom modeli təsvir olunmuşdur? Şəkil cavablara baxsaq, hər birində həqiqətən də 2 molekul göstərilmişdir. Amma 9 atom modeli təsvir olunmuşdur desə, sayırıq ki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Elə A variantında 9 dənə atom modeli təsvir edilmişdir. Digərlərini şagird də sayıbdır, yəni onlar da 9-dan aşağı. Məsəl üçün, sayaq C variantını 1, 2, 3, 4, 5, 6, 7 atom verilmişdir. Şəkildə riyazi rəqqas təsvir olunmuşdur. A nöqtəsindən sərbəst buraxılan kürəcik 0 tarazlıq nöqtəsindən keçərək C nöqtəsinə doğru hərəkət edir. Enerji çevrilməsi ilə bağlı aşağıdakı fikirlərdən hansı və ya hansıları düzgündür? 1. Kürəciyin A və C nöqtəsində potensial enerjisi maksimumdur. Biz bilirik ki, potensial enerji yüksəklikdən asılıdır, yəni yüksəklikdə olduqda potensial enerji maksimum olur. Həmçinin də kütlədən asılıdır. Kürəcik C nöqtəsinə yaxınlaşdıqda kinetik enerjisi artır. C nöqtəsində bayaq da dediyimiz kimi potensial enerjisi artmış olacaq.
Kürəciyin sıfır nöqtəsində kinetik enerjisi maksimumdur fikri doğrudur. Sürətlə gəlir və sıfır nöqtəsində kinetik enerjisi maksimum olur. Kürəcik B nöqtəsində həm kinetik, həm də potensial enerjiyə malikdir. Bu fikir doğrudur. Həmin anda kinetik enerjisi azalmağa öz yerinə potensial enerjiyə verir və nəticədə get-gedə potensial enerji artmağa, A nöqtəsində potensial enerjisi maksimum olmağa, kinetik enerjisi sıfır olmağa başlayır. Amma B nöqtəsində həqiqətən də həm kinetik, həm də potensial enerjiyə malik olmuş olacaq. 1, 3, 4 cavabımız D variantıdır. Təsəvvür edin ki, siz gecə səmasını müşahidə edirsiniz və birdən ayın işığının solğunlaşdığını və tədricən qaranlığa bölündüyünü görürsünüz. Bu hadisə sizi maraqlandırır və bunun səbəbini öyrənmək istəyirsiniz. Sizcə bu hansı təbiət hadisəsidir? Gördüyünüz kimi hər biri düz xətt boyunca düzülüblər və nəticədə yer günəşin qarşısını kəsir və ayın tutulmasına səbəb olur ki, cavabımız da ay tutulmasıdır. Sinifdə bir şagird qrip xəstəliyinə yoluxmuşdur. Qrip bilirik ki, virus xəstəliyidir və viral bir xəstəlikdir. Müəllim sinifdə gigiyena qaydalarına riayət etməyin vacibliyindən danışır. Lakin bəzi şagirdlər bunun nə dərəcədə vacib olduğunu anlamır. Virus xəstəlikləri elədir ki, həmin şagirdlə çalışmaq lazımdır ki, ara məsafəsi 2 metr ara məsafəsi saxlamaq lazımdır. Yaxşı olar ki, yəni maska taxılsın ki, hava damcı yolu ilə xəstəlik bir şəxsdən digər şəxsə keçməsin. Yalnız qida vasitəsilə yanlışdır. Sadəcə dəridə açıq yaralar yanlışdır. Yalnız heyvanlarla təmasda olduqda yanlışdır. Hava damcı yolu ilə askırma, öskürmə zamanı havaya düşən mikroblar vasitəsilə qrip xəstəliyi yayılmış olacaq. 2 yeni lampa elektrik dövriyyəsinə əvvəlcə ardıcıl qoşulur gördüyünüz kimi. Sonra isə lampalar paralel şəkildə birləşdirilir. Açar qapandıqda dövrədəki lampaların işıqlanmasına aid məlumatlardan hansı doğrudur? Yadımızda saxlayaq ki, evlərdə ən çox istifadə edilən paralel quraşdırmadan istifadə edilir. Yəni lampalar paralel olaraq qoşulmuş olur, ardıcıl olaraq qoşulmur. Ən çox evlərdə istifadə olunur paralel qoşulma. Və bateriyanın enerjisi ardıcıl quraşdırmada hər ikisi arasında bölünür. Nəticədə lampaların işığı zəif olmuş olur. Amma paralel qoşulmada isə hər birinə eyni dərəcədə enerji paylanmış olur və nəticədə ikisinin də parlaqlığı güclü və eyni olur. İndi bizə deyir ki, hər iki dövrəyə aid məlumatlardan hansı doğrudur? İkinci dövrə nə deyir? 2 dövrəsindəki lampalar daha zəif işıqlanır. Fikri yanlışdır. Güclü, yəni işıqlanmışdır. Birinci dövrəsindəki lampalar daha zəif işıqlanır. Bu fikir doğrudur. Hər iki dövrədəki lampalar eyni olmaz. Hər iki dövrədə açara yaxın lampa, bu da fikir yanlışdır. Deməli, cavabımız birinci dövrədəki lampalar daha zəif işıqlanar, ikinci dövrədəki lampalar isə paralel qoşulduğuna görə daha güclü işıqlanmış olacaq. Cavabımız B variantıdır. Uyğunluğu müəyyən edin. Homogen, heterogen. Demək ki, cavablarımız belə olacaq. Şəkərin suda məhlulu homogen qarışıqdır. Çünki şəkərin hissəcikləri suyun hissəcikləri arasında tamamilə həll olmuş olur. Bitki yağı ilə suyun qarışığı gözlə görünür. Bitki yağı suyun üzərində qalır. Çünki yağın sıxlığı suyun sıxlığından azdır. Deməli, heterogen qarışıqdır. Süd. Biz südün üzərində yağ damcılarını gözümüzlə görürüksə və mikroskop altında təyin etdikdə həmin hissəciklər mikroskop altında da görürüksə, bu olacaq süddə heterogen qarışıq. Neft. Neft homogen qarışıqlara aiddir. Dəmlənmiş çay homogen qarışıqlara aiddir. Yəni ki, dəmlənmiş çay təbiət də dərsliyində də verilib ki, qida boyalarını, qırmızı rəngdə məsəl üçün qida boyasını normal suda həll etdikdə onun boyanın bütün hissəcikləri suyun hissəcikləri arasında sərbəst paylanır və tam olaraq onunla həll olur. Bu homogen qarışıqdır. Dəmlənmiş çay da bu şəkildədir. 1 ADY, 2 BC olmalıydı cavabda, amma variantlarda belə bir variant yoxdur. Və şagirdimiz də burada A variantını seçibdir, amma kimya cəhətdən götürsək düzgün cavab bu şəkildə olar.
Şəkərin suda məhlulu, neft, dəmlənmiş çay homogen qarışıq, bitki yağı ilə suyun qarışığı, süd isə heterogen qarışığa aiddir. Toxum əmələ gəlmə xüsusiyyətlərinə görə verilmiş ardıcıllığı tamamlayan düzgün variantı seçin. Bitkilər, toxumlu bitkilər, toxumsuz bitkilər. Toxumlu bitkilərə aiddir çiçəkli bitkilər, bir də şam, küknar bu kimi bitkilərə aiddir. Toxumsuz bitkiləri isə yosun və qıcıq kimiləri axtararıq. Deməli, cavabımız da doğrudur. Cavabımız C variantıdır. Çünki xarı bülbül çiçəkli bitkidir, toxumludur. Şam çiçəksiz bitkidir, amma toxumludur. Mamır və qıcı çiçəksiz bitkidir və heç toxumları da yoxdur. Cavab C variantı olar. Baxaq görək A-da problem nədədir? Gilas həqiqətən də toxumludur, amma qıcı toxumlu bitkilərə aid deyil. Şaftalı toxumludur, amma mamıra aid deyil. Tülpan toxumludur, amma qıca aid deyil. Ona görə də cavab variantımız C olacaq. İnfeksiyaların yayılmasının qarşısını almaqla aşağıdakılardan nə kömək edə bilər? Təbii ki, əlimizi dezinfeksiya edərik, yaxşı-yaxşı sabunlayarıq və tibbi maskadan istifadə edərik. Təmas amma uyğun deyil. Təmas xəstəliyin daha da çox yayılmasına səbəb olmuş olar. Cavabımız A variantı olar.